Salam dəyərli izləyicilər. Bugün sizinlə çayın yanına üzəri çatlamayan, quru deyil, özünün xüsusi nəmliyi olan, zərif, yumşaq, havalı və çox ləzzətli bir rulet resepti bölüşürük. Təmizlənməmiş çəkisi 1 kilo alma götürmüşük. Əvvəlcə almaların qabığını soyub yığırıq. Daha sonra soyduğumuz almaları sürkəcin iri gözündən keçirdib özəklərini də çıxarırıq. Təmizlədikdən sonra almanın özək və qabıqlarını da atmayın. Əgər evdə varsa bir ovuc qızıl gül ləçəyi və yaxud da mövsüm meyvələrindən, yarım ədəd limon, damaq dadınıza görə şəkər tozu əlavə edib onlardan da ləzzətli kompot hazırlaya bilərsiniz. Rəndələdiyimiz almaları tavaya əlavə edirik. Üzərinə 50 qram, yəni 2 dolu xörək qaşığı şəkər tozu və yarım çay qaşığı darçın əlavə edib almanın suyu çəkilənə qədər bişiririk tavada. Əgər sizə şəkər tozu az gəlirsə, biraz artıra bilərsiniz, amma məncə bu qədər kifayətdir, şirin olur. Bu arada dəyərli izləyicilər, sizdən çox rica edirik. Zəhmətimizi qiymətləndirmək məqsədilə elə bu dəqiqə 1 saniyənizi ayırıb bu videonun aşağı hissəsinə düşün. Orada gördüyünüz barmaq yuxarı, yəni like düyməsinə toxunub bu videonu bəyənməyi unutmayın. Baxın, almanı belə suyu çəkilənə qədər bişirib qazı söndürürük. Biraz qalır tavada. İlk istiliyi çıxdıqdan sonra onu ruleti bişirəcəyimiz yağlı bişirmə kağızı çəkilmiş tavaya əlavə edib tavanın dibinə hər tərəfə bərabər yayırıq. Videonu sona qədər izləyin və yazın görək siz bu ruletdən hazırlamısınızmı? Biz xoşlayırıq və illər öncə bu resepti çiğ almadan da paylaşmışıq sizinlə. Siz o resepti sınamısınızmı? Əgər sınamısınızsa xoşunuza gəlibmi? Ardınca biskvit xəmirini hazırlayırıq. Bunun üçün əvvəlcə 160 qram, yəni 250 ml stəkandan 1 dolu stəkan və yaxud da əgər 200 ml stəkanla götürəcəksinizsə 1 dolu stəkan üstəgəl 1 təpələmə dolu xörək qaşığı götürün. Ələnmiş unun üzərinə bir bağlama qabartma tozu əlavə edib onu unla qatırıq. Hələlik unu qoyuruq bir kənara və biz qarışdırma qabına 3 ədəd yumurta sındırırıq. Üzərinə 1 çimdik duz əlavə edib əvvəlcə mikserlə biraz çalıb köpükləndirdikdən sonra bura 200 qram, yəni 200 ml stəkandan stəkanı tam doldurmaq, yerə vura-vura doldurmaq şərti ilə 1 dolu stəkan şəkər tozu və 1 bağlama şəkərli vanil əlavə edib onu artıb ağarana dək çalırıq. Bura 200 ml, yəni 200 ml stəkandan 1 stəkan südü də əlavə edib mikserin aşağı sürəti ilə qarışana dək çalırıq. Daha sonra mikseri çıxarıb bura unu da əlavə edib qatıb biskvit xəmirini hazır edirik. Nəticədə duru və axıcı biskvit xəmiri alınır. Elə belə də olmalıdır, ununu artırmayın. Unu əlavə edəndən sonra yaxşı qarışdırın ki, içərisində un topaları qalmasın, tam hamar hala gətirin. Qeyd etdiyim kimi belə duru, axıcı biskvit xəmiri alınır. Bunu tavaya almanın üzərindən əlavə edib hər tərəfə bərabər paylayırıq və ruleti əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk. Ruletimiz sobadan çıxdı. Həmişə olduğu kimi əla, möhtəşəm alınıb gördüyünüz kimi. Elə qaynar sobadan çıxaran kimi tavadan götürüb onu uzunluğa istiqamətdə rulet formasında bükürük. Düzdür, qaynar olduğuna görə əli yandırır, amma elə qaynar bükülməlidir ki, formasını yaxşı saxlasın. Ruleti bu şəkildə bükdükdən sonra qoyuruq tam soyusun. Qaynar kəsmirik. Daha sonra üzərinə şəkər kirşanı səpib, kəsib servis edirik. Çox ləzzətli ruletdir. Hazırlamağa dəyər, əla reseptdir. Biz illər öncə sizinlə belə bir resepti, amma çiğ almadan eləmişik. Almadı bişirmədən etmişik. Kim əgər pişirmək istəmirsə almanı o resepti də sınaya bilər. Amma mütləq sınamalısınız. Əminəm ki, çoxlarınız hazırlayırsınız belə bir resepti. Bilirsiniz dadını. Çox gözəl, ləzzətlidir. Almanın, darçının, biskvitin dadı, ətri hamısı bir-birinə qarışıb çox gözəl bir, ləzzətli bir dad ortaya çıxarır. Mütləq siz də sınamalısınız, əgər sınamamısınızsa. Çay süfrəniz üçün hazırlayın. Həm sərfəlidir, bərəkətlidir, çox da alınır. Əminəm ki, həm özünüz, həm də ailəniz, uşaqlarınız çox bəyənəcəklər, ləzzətlə yeyəcəklər. Hazırlayın və nəticəni bizimlə bölüşün. Şərhlərinizi gözləyəcəyəm. Hələlik.